Rusiyanın Yekaterinburg şəhərində baş vermiş faciə hamımızı sarsıdıb. Şəxsən tanımasaq da bilirik ki, bizim 2 nəfər soydaşımız Hüseyin və Ziyəddin Səfərovlar ailələri ilə birlikdə onlar AMON-un hücumuna məruz qalıblar və 2 qardaşın ikisi də öldürülüb. 9 nəfərin həbs olunması haqqında Azərbaycanda məlumat yayılıb, amma Rusiya mənbələri 50 nəfərin həbs olunması haqqında məlumat verirlər. Aydın məsələdir ki, bu barbarcasına edilmiş bir hücumdur. Evində ailəsinin yanında olan insan, Azərbaycanlıdan söhbət gedir, hətta nəzəri cəhətdən mən o qardaşları tanımıram və əminəm ki, o ittihamlar onlara qarşı saxtadır. Amma hətta nəzəri cəhətdən cinayətkar belə olsa, heç bir Azərbaycanlı ailəsinin yanında silahlı müqavimət göstərməz və bunun heç bir əlaməti də yoxdur. Deməli, AMON açıq-aşkar Azərbaycanlılara, bütövlükdə Rusiyadakı miqrantlara gözdağı verir. Və AMON-un əlindən gələndir belə zorakılıqlar. Ona görə də bu çox ciddi bir cinayət hadisəsidir. Mən qəti şəkildə bu cinayət hadisəsini pisləyirəm. Səfərov qardaşlarının bütün doğmalarına, yaxınlarına, bütövlükdə millətimizə başsağlığı verirəm. Bu əlbəttə ki, son dərəcə pis hadisədir. Və bu bizim hamımızı düşündürməlidir. Çünki mən əminəm ki, Səfərovlar seçilmiş qurbanlardan biridir. Yəni onları görün nə bəhanə edirlər? 25 il bundan öncə törədilmiş hansısa qətl hadisəsi ilə bağlı araşdırma aparırlar. 25 ildə haradaydınız? Həm də araşdırma adamı öldürməklə baş verir. Araşdırma bir ailədən, bir icmadan 50 nəfər insanın həbsi ilə nəticələnir. Bunun hamısı mən şübhə etmirəm ki, son vaxtlarda Rusiyada həm bütövlükdə miqrantlara qarşı sərtləşən rejimlə bağlıdır, həm də Azərbaycanlılara münasibətin pisləşməsi ilə bağlıdır. Və bu qətiyyən təsadüfi deyil. Biz görürük ki, son vaxtlar Rusiya azacıq özgüvən qazanıb ki, o Ukraynadakı işğalına görə ola bilsin ki, ağır cəza almadan bu savaşdan çıxa bilsin və Azərbaycana qarşı, bütün qonşularına qarşı çox ağır hərəkətlərə yol verir. İndi bu günlərdə biz bu barədə danışdıq. Dövlət səviyyəsində ölkənin başçısı deyir ki, Rusiyanın əskərinin çəkməsi hara dəyirsə, o torpaqlar bizimdir. Bu düşüncədə olan bir qonşumuz var. Rusiyanın İstintaq Komitəsinin sədri Bastırıkin deyir ki, biz 30 min nəfər miqrant tutduq, elə bir ki, deməli, bunlar haqqında belə təhqiramiz danışır. Onun 10 min nəfərini göndərdik savaşmağa, geçsinlər, savaşsınlar Ukraynada. Adamları zorla, qanunsuz şəkildə həbs edirlər və hətta indi yeni qanunvericilik qəbul ediblər ki, vətəndaşlıq almış, Rusiya vətəndaşlığı almış digər millətlərin nümayəndələrinin vətəndaşlığını sonrakı tarixlə ləğv edə bilərlər. Təsəvvür edirsiniz, ümumiyyətlə bizim böyük qonşumuz çox təəssüf ki, sivil inkişaf yolundan çıxır. Ona görə də biz millətcə düşünməliyik, dövlət bu barədə düşünməlidir. Əvvəlcə təyyarəmizi vurdular və heç kim məsuliyyət daşımadı. Ondan sonra miqrantlara qarşı münasibətlər pisləşdi və bizim təyyarələrimizin, digər təyyarələrimiz də radio-elektron vasitələrlə onlara qarşı müəyyən təxribatlar törədildi və xüsusilə də Ermənistandakı 5-ci kolonu son aylarda qızışdırıblar və onlar hər yerindən qalxan arsaq deyir, artıq Qarabağda yox, birbaşa deməli erməni dili ilə, bu separatçıların dili ilə dövlət televiziyasında bizi təhdid edirlər. Ermənistanın hökuməti şantaj olunur, təhqir olunur ki, Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə Lavrov açıq şəkildə bildirir ki, bizə qalsaydı, yəni Rusiya hakimiyyətinə qalsaydı, Qarabağ qeyri-müəyyən müddətə qədər qalacaqdı. Açıq-aşkar zorla Qarabağla da bağlı problem yaratmaq istəyirlər. Ermənistanda Rusiyapərəst hökumət də yaratmaq istəyirlər və bütün istiqamətlərdən Azərbaycana təzyiq edirlər. Nəyə görə? Əslində İlham Əliyev burada Rusiya ilə həmişə bizim də tənqid elədiyimiz müttəfiqlik siyasəti aparıb. Sadəcə Rusiya, keçən dəfə mən demişdim, müttəfiqlik başa düşmür. Rusiyanın ən çox sevilən aforizmidir ki, Rusiyanın 2 müttəfiqi var, ordusu və donanması. Rusiya müttəfiq tanımır. Rusiyanın ancaq vassalı, müstəmləkəsi olmaq olar. Və ona görə də bizdən də o vassallıq, müstəmləkəçilik tələb olunur. Və Rusiya görürsünüz ki, NATO-nu belə təhdid edir.
əlbəttə ki, NATO'ya bir şey eləyə bilməz, Avropa Birliyinə bir şey eləyə bilməz, amma keçmiş Sovet məkanını rəsmən qaytarmaq istəyir. Bu yaxınlarda keçirdikləri Rusiya 2050 forumunda açıq bəyan elədilər ki, bütün keçmiş Sovet İttifaqı olmalıdır Rusiyanın nüfuz dairəsində. Rusiya bütün keçmiş Sovet İttifaqı ərazisində özünün hegemonluğunu təmin etməlidir. Budur məsələ. Ona görə də biz görməzdən gəlməli deyilik, əziz həmvətənlər. Həm dövlət bu barədə ciddi düşünməlidir, həm bizim soydaşlarımız bu barədə düşünməlidir. Rusiya bundan sonra milyonlarla Azərbaycanlı üçün təhlükəsiz bir ölkə kimi sayıla bilməz. Mən başa düşürəm ki, orada 10 illərlə yaşayan insanlar var, hətta vətəndaşlıq almış insanlar var, orada biznes qurmuş insanlar var. Çətindir onlar üçün. Amma həm Azərbaycan dövləti artıq ciddi şəkildə nəhayət Rusiyanın qarşısında qəddini düzəltməyi bacarmalıdır, öz vətəndaşlarına sahib çıxmalıdır. Necə yəni Azərbaycan vətəndaşını belə kimsəsiz kimi, arxasında dövləti olmayan bir insan kimi girib evində sən öldürürsən, heç nə olmamış kimi. Çünki əminsən ki, onun dövləti səndən haqq tələb eləməyəcək. Sən onu öldürəcəksən, təyyarəsini vurduracaqsan, amma o da durub gəlib MDB tədbirlərində orada deməli şəkil çəkdirəcək. Sənin gəlib Qızıl Meydanında paradda öz qəhrəman əsgərini göndərəcək, həmin bu işğalçı ordu ilə birlikdə paraddan keçiş eləməyə. Onlar əmindilər ki, Azərbaycan hakimiyyətinin o cəsarəti yoxdur ki, ciddi müstəqil siyasət aparsın, gerçəkdən də dünyaya açılsın, Avropaya açılsın. Alternativi nədir? Belə bir aqressiv qonşunun yanında müstəqilliyi qorumağın yolu dünyaya açılmaqdır. Bunun bir mənalı, başqa alternativi yoxdur. Əlbəttə ki, Türkiyə ilə müttəfiqlik çox önəmlidir. Şükürlər olsun ki, vaxtında bir ara beyinləri çönmüşdü. Onu da heç olmasa ləğv eləmədilər. Onu da demək gözdən salmadılar. Ona min şükür. Türkiyə ilə müttəfiqlik önəmlidir, amma bu yetərli deyil. Bax, mən hər dəfə təkrar deyirəm. Bu yetərli deyil. Türkiyədir, demokratik ölkədir, hökumətlər dəyişir, hərəsinin bir prioriteti olur. Ona görə də Azərbaycan məhz Avropaya açılmalıdır. Bundan öncəki bizim müsahibəmizdə mən demişdim ki, Avropa İttifaqının rəsmisi deyir ki, biz elə güclənəcəyik ki, özümüzü də və bizi seçən dövlətləri də Rusiyanın işğalından qoruya bilək. Hansı ölkələrin adı çəkir? Ukraynanın, Moldaviyanın, Ermənistanın adını çəkir. Deməli, Azərbaycan da yolu tutmalıdır. Hətta Gürcüstan belə tərəddüd edir və bununla başını dərdə salmış olur. Rusiya toparlandıqca o işğalçı dişlərini qonşularına qıcadır. Ona görə məsələnin bir tərəfi bundan ibarətdir. Gələcəyə baxmalıyıq, dövlətin müstəqilliyinin təmin edilməsi üçün, bizim soydaşlarımızla hesablaşılması üçün biz daha müstəqil bir siyasət aparmalıyıq. Əlbəttə ki, əlavə bir gərginlik üçün əsaslar yaratmadan, amma daha müstəqil, daha onurlu, daha qürurlu bir siyasət aparmalıyıq və hər bir soydaşımıza görə izahat tələb eləməliyik. Onların hər birinin başına gələnə görə. Bizim də özümüzə görə təsir mexanizmlərimiz var Rusiyaya qarşı. Ona görə də birincisi Azərbaycan dövləti bir qürurlu siyasət aparmalıdır, vətəndaşına sahib çıxmalıdır. İkincisi isə biz millətcə düşünməliyik, əziz həmvətənlər. Axı bu ölkənin bu qədər varı, dövləti var ikən, sadəcə neftdən, qazdan 250 milyard dollar bu ölkəyə pul gəlmişkən, nəyə görə bu ölkənin milyonlarla vətəndaşı düşməlidir? Rusiyada özünə çörək axtarmalıdır. Nəyə görə? Nəyə görə həmin Azərbaycanlılar Azərbaycanda iş yeri tapa bilməməlidirlər? Onlar Azərbaycanda ailələrinin yanında çörək qazana bilməməlidirlər? Budur sual və bu bizim hamımızı düşündürməlidir ki, Azərbaycanı idarə edənlər bu xalqdan qopduğuna görə, normal idarə etmə qura bilmədiklərinə görə, normal idarə etmə qurmağı istəmədiklərinə görə, azad bazar iqtisadiyyatının qarşısını aldıqlarına görə, monopoliya ilə, korrupsiya ilə insanları buradan didərgin salıblar. Yoxsulluqla insanları buradan didərgin salıblar. Həmin o 250 milyard ki, Azərbaycana neft-qaz pulu gəlib indiyə qədər, onun 20 milyard dolları ilə təqribən 1 milyona qədər gerçək iş yeri açmaq olardı. İlham Əliyevin dediyi iş yerlərindən yox. Kağızın üzərində açırdı o iş yerlərini, gələn görürdük ki, ümumi iş yerlərinin sayı azalıb Azərbaycanda. Neçə illərdir ki, Azərbaycanda təqribən aşağı-yuxarı eyni miqdarda iş yeri var. Gerçək iş yerindən söhbət gedir. Və əlavə olaraq, məsələn, 1 milyon iş yerinin açılması, yeni iqtisadiyyatın qurulması. Bilirsiniz ölkəni iqtisadi baxımdan necə gücləndirərdi? Axı orada işləyən insanlar iqtisadi fəal insanlardır. Onlar Rusiya dövlətini gücləndirirlər faktiki. Onlar təşəbbüskar insanlardır.
Yaxşı, özün iş yeri açmırsan, heç olmasa burada imkan yarat, insanlar qorxmadan gəlib özləri iş yaratsınlar. Burada biznes yaratsınlar, burada məşğulluq yaratsınlar, ailələr dağılır. İnsanlar deməli böyük bir gərginlik içində. Nə qədər ailənin bir üzvü, bir neçə üzvü Rusiyada yaşayır, başqa ölkələrdə yaşayırlar. Nəyə görə? Çarəsizlikdən, çörək tapa bilmədiklərindən, iş yeri tapa bilmədiklərindən, təhlükəsizlik zəmanəti olmadığından, iqtisadi rəqabət imkanı olmadığından. Ona görə də bu baş verənlər Azərbaycan hakimiyyətinin məsuliyyətini də xalq qarşısında bir daha bizim qarşımıza çıxardır və Azərbaycan xalqı düşünməlidir. Biz sadəcə ətrafımızda baş verənləri, soydaşlarımıza qarşı baş verənləri seyr etməməliyik. Düşünüb nəticə çıxarmalıyıq. Dövlətimiz olmadıqca bizimlə bax belə sahibsiz kimi davranacaqlar.